Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə koordinasiyalı şəkildə həyata keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatda olan bir qrup hərbi qulluqçunun iştirakı ilə yeni təlim toplanışı başlanıb. Məlumatda qeyd olunur ki, təlimə cəlb edilən hərbi vəzifəlilər ilkin olaraq müvafiq qeydiyyat prosesindən və tibbi baxışdan keçiblər. Eyni zamanda onlar bütün zəruri təminat vasitələri ilə təchiz olunduqdan sonra nəzərdə tutulan proqram üzrə hazırlıq məşğələlərinə başlayıblar. Toplanış müddətində iştirakçılarla maarifləndirici müzakirələr aparılacaq, təhlükəsizliklə bağlı əsas qaydalar onlara təqdim olunacaq və sıra hazırlığı üzrə xüsusi dərslər keçiriləcək. Bundan başqa, hərbi vəzifəlilərə döyüş şəraitində ilkin tibbi yardımın göstərilməsi üsulları öyrədiləcək, yaralıların döyüş bölgəsindən çıxarılması taktikasına dair praktik məşqlər də təşkil olunacaq. Təlim proqramına uyğun olaraq açıq sahədə keçiriləcək məşğələlərdə iştirakçılar ordunun istifadəsində olan müasir silahlar və hərbi texnika ilə tanış olacaqlar. Onların taktiki istifadəsini mənimsəyəcəklər və eyni zamanda atıcı silahlardan real döyüş atışları yerinə yetiriləcək. Bu toplanışın əsas məqsədi ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlıq səviyyəsini artırmaq, onların praktiki bacarıqlarını möhkəmləndirmək və nəzəri biliklərinin təkmilləşdirilməsinə şərait yaratmaqdır.